Salam. Deməli, Səlcuq mövzusunun ikinci hissəsi son hökmdarı olan Sultan Səncər haqqında danışaq. Sultan Səncərin hakimiyyət illəri 1118-1157-ci illəri əhatə etmiş. Qaraxanlı Qəznəlilərlə uğurlu yürüş aparsa da, Monqol mənşəli Qarakitaylarla məğlubiyyət olması onun nüfuzdan salır. Nəticədə dövlət parçalandı və 1157-ci ildə süqut etdi. Səlcuq dövlətinin parçalanması nəticəsində Eldənizlər, Xarəzmşahlar, İraq Səlcuq Sultanlığı dövlətləri yaranır. Kirman, Konyada bir sıra dövlətlər yaranmışdır. Dövlətin zəifləmə səbəbi üsyanlar, daxili çəkişmələr və 11-ci əsrin sonunda xaç yürüşləri Fələstin, Finikiya, Suriya torpaqlarının itirilməsinə səbəb oldu. Bu da Səlcuq dövlətini zəiflətmişdir. Səlcuqlar dövründə yeni yaranan torpaq uc torpaqları idi. Bu ucqar sərhədləri qoruyan hərbiçilərə verilən torpaq, daha geniş yayılan torpaq isə iqta torpaqları olmuşdur. Vergilər 3 cür torpaq vergisi idi. Bundan başqa silah bahası, nal bahası, şərab bahası vergisi və alaf vergisi var idi. Alaf vergisi Qarabağda duranlar üçün alınan vergi olmuşdur. Səlcuqlar Azərbaycanı asanlıqla işğal etməsinin səbəbi nə idi? Azərbaycanda vahid dövlət yox idi və Səlcuqların bizim soydaşlarımız olması idi. Onları rahat şəkildə qəbul etdik və Bizans erməni güclərə qarşı mübarizəmiz asanlaşmışdır. Səlcuqların Azərbaycana gəlişi nəticəsində Azərbaycan xalqının formalaşması prosesi başa çatmışdır. Səlcuq dövləti mövzusu bu mövzu ilə də yekunlaşdı. Sağ olun.